Salam dostlar, mən Ceyhun İsmailov. Bugün artıq reading dərslərinin ikinci videosunu çəkirəm. Keçən videoda Harry Potter'ın elə bil ki ikinci kitabının The Chamber of Secrets kitabının ilk səhifəsini analiz elədik bir yerdə. Yəni daha doğrusu mən analiz elədim. İndi isə ikinci səhifəsini analiz edəcəyik. Dediyim kimi, yəni hər dəfə, hər videoda bir səhifəni analiz edəcəm. O buradakı çətin sözləri, ifadələri falan hamısını bir növ sizə burada başa salacağam. Vaxt itirmədən elə keçək. Əgər siz də bunun başdan elə bil baxmaq istəyirsinizsə, əvvəlki videodan birinci səhifənin analizinə baxa bilərsiniz. Başlayaq. I want more bacon. Burada yəni əslində asandır bu. Mən daha çox burada çətin ola biləcək sözləri və yaxud ifadələr deyəcəm. Burada bacon, yəni bacon bir növ donuz ətindən hazırlanmış bir yeməkdir. Yəni burada deyir ki, I want more bacon. Yəni mən bu yeməyi istəyirəm deyir. There is more in the frying pan, Sweetums said Aunt Petunia, turning misty eyes on her massive son. Burada birinci bunu analiz eləyək. Yəni bunu başa salın. Burada deyir ki, frying pan o deməkdir ki, yəni tava, daha çox normal tavadan fərqli olaraq qızartma tavasıdır. Yəni burada o mənada. Deyir ki, yəni o tavada daha çox var da bu yeməkdən. Said Aunt Petunia. Aunt Petunia dedi. Daha sonra turning misty eyes on her massive son. Çönərək, yəni Misty'nin burada mənası odur ki, dumanlı mənasındadır. Yəni sevgi dolu baxışlarla bir növ baxdı mənasındadır. Misty eyes on her massive son. Massive son da yəni iri oğluna. We must feed you up while we've got the chance. Burada deyir ki, biz səni, yəni fürsətimiz varkən yedirtməliyik. I don't like the sound of bir dəqiqə. I don't like the sound of that school food. Burada isə deyir ki, mən xoşlamıram da, yəni bu yemək, məktəb yeməyinin səslənəndə, yəni əsəb pozulur bir növ bu mənada. Nonsense Petunia. Nonsense mənası bir növ cəfəngiyatdır, boş şeydir demək mənasındadır. I never went hungry when I was smelting, said Uncle Vernon heartfully. Dudley gets enough, don't you son? Nonsense Petunia, yəni dediyim kimi cəfəngiyatdır Petunia bu mənasında tərcümə eləmək olar bu mənada. I never went hungry. Mən heç vaxt ac olmadım. When I was at Smeltings. Yəni Smelting də burada məktəbin adındır. Yəni Smeltingdə olanda mən heç vaxt ac olmurdum. Said Uncle Vernon heartfully. Uncle Vernon, yəni Uncle, daha doğrusu Vernon dayı, heartfully burada, heartfully mənası isə bir növ ürəkdən, yəni həvəslə mənasındadır. Dedi, həvəslə Vernon dayı dedi. Dudley gets enough, don't you son? Dudley yetərincə, yəni gets enough əldə edir. Burada yəni kilo mənasındadır da, yedistirməyə ehtiyac yoxdur demək istəyir yəni. Don't you son, sonra burada oğluna müraciət edir ki, düzdür yəni. Son burada yəni oğul deməkdir. Xitabdır. Dudley, who was so large, his bottom drooped over either side of the kitchen chair, grinned and turned to Harry. Dudley, hansı ki, his bottom, arxası mənasındadır. Bottom drooped over, sallanırdı. Either side of the kitchen chair, yəni onun arxası stol, yəni mətbəx stolunda sallanırdı da bir növ. O qədər kök idi ki, o mənasında. Grinned and turned to Harry. Sonra yəni Dudley grinned, yəni Dudley bir növ gülümsədi mənasındadır burada dişlərini göstərərək. And turned to Harry. Və Harry'yə tərəf döndü. Pass the frying pan.
Burada isə demək istəyir ki, yəni həmin o tavanı mənə ver. Pass ver mənasındadır. You've forgotten the magic words, said her irritably. Burada isə deyir ki, her irritably əsəbi şəkildə dedi ki, you've forgotten the magic word. Sən sehirli sözü istifadə eləmədin. Her əsəbi şəkildə dedi. Daha sonra digər cümləyə baxaq, bu tərəfə baxaq. The effect of this simple sentence on the rest of the family was incredible. Yəni burada deyir ki, bu sadə sözün təsiri ailədə yəni inanılmaz idi bunun təsiri. Dudley gasped and fell off his chair with a crash that shook the whole kitchen. Dudley gasp burada o deməkdir ki, nəfəsini tutdu mənasında. Dudley nəfəsini tutdu və fell off his chair with a crash. Yəni fell off düşməkdə, yıxılmaqdır. Yəni o stoldan yıxıldı. With a crash-dakı, yəni səsli şəkildə yox, yəni böyük səslə də, yəni bu mənada. That shook the whole kitchen. Şok mənası isə burada titrəmək, sarsılmaq mənasındadır. Yəni bütün mətbəx sarsıldı. Mrs. Darsley gave a small scream. Bu hissə artıq düşüb. Bir dəqiqə. Mrs. Darsley gave a small scream and clapped her hands to her mouth. Mrs. Darsley bir növ qışqırdı mənasındadır. Yəni az qışqırdı mənasındadır da burada. Kiçik bir qışqırıq etdi. Belə də tələffüz eləmək olar. And clapped her hands to her mouth. Yəni əllərini ağzı ilə bağladı. Mr. Darsley jumped to his feet, veins throbbing in his temples. Mr. Darsley, bu cümlə deyirəm. Mr. Darsley jumped to his feet. Bunu belə tərcümə eləmək olar ki, yəni ayağı üstünə çıxdı da mənasında, tullandı mənasındadır, yəni. Veins throbbing in his temples. Damarları, yəni döyünürdü onun alın nahiyəsində. In his temples, yəni onun alın nahiyəsində deməkdir. I mean, please, said Harry quickly. I didn't mean. Burada isə I mean, yəni mən demək istədim mənasındadır. Yəni bunu ifadə eləmək istədim. I mean, please. Yəni burada Harry demişdi ki, you've forgotten the magic word. Yəni sən sehirli söz deməyi unuttun. Burada yəni əslində o magic word please də, yəni mən deyir ki, yəni Dudley'nin mənə xahiş edirəm deməyini bir növ istədim də. I mean please. Mən bunu deməyə çalışdım. Said Harry quickly. Harry yəni cəld şəkildə dedi I didn't mean. Yəni burada cümləsi yarımçıq qalır. Mən demək istəmədim. Orada cümlənin qalan yarımçıq qalır. What have I told you? Thundered his uncle, spraying spit over the table about saying the M word in our house. What have I told you? Yəni mən sənə nə demişdim? Thundered his uncle. Thunder sözün mənası isə bir növ qışqırmaq mənasındadır burada. Yəni qəzəblə qışqırmaq mənasındadır. His uncle, yəni onun dayısı qışqırdı. Spraying spit over the table. Spraying isə püskürtmək deməkdir. Spit isə burada tüpürcək mənasındadır. Yəni bir növ püskürtdü də. Yəni bu sözü deyərkən elə bil tüpürcəklər yəni stolun üstünə püskürdü mənasındadır. About saying the M word in our house. Yəni deyir, mən sən nə demişdim? What have I told you? Ardı olaraq deyir ki, about saying the M word in our house. Yəni M də burada magic sözünün qısaldılmış versiyası da burada tam işlətmək istəmir. Qorxur bir də onu deməyə. Yəni mən bu M sözü ilə başlayan sözü deməməyin. Bu haqda nə demişdim sənə? Yəni onu demək istəyir. But I, burada Harry deyir ki, but I
cümləsi yarımçıq qalır yenə. Amma mən how dare you threaten Dudley roared Uncle Vernon pounding the table with his fist. How dare. Burada dare mənası odur ki, cürət etmək, cəsarət etmək mənasındadır. Yəni sən necə cəsarət edirsən? Threaten da qorxutmaq, hədələmək deməkdir. Yəni sən Dudley-ni qorxutmağa necə cəsarət edirsən? Roared Uncle Vernon. Roared isə qışqırmaq deməkdir burada. Uncle Vernon, yəni Uncle da, yəni dayısı da, Vernon dayısı qışqırdı. Pounding the table with his fist. Pounding isə vurmaq mənasındadır. The table with his fist. Fistdəki yəni yumruqdur. Yumruğunu bir növ masaya vurdu mənasındadır. I just. Mən sadəcə burada cümlə yarımçıq qalır. I warned you. Warn xəbərdarlıq eləmək deməkdir. Yəni mən sənə xəbərdarlıq elədim. I will not tolerate mention of your abnormality on this roof. Deyir ki, tolerate dözmək mənasındadır. Yəni mən deyir dözməyəcəm. Mention deməyə də, yəni your abnormality on this roof. Sən bu anormallıqların haqqında danışmağa, under this roof-dakı, yəni bu damın altında, bu evin içində mənasında. Harry stayed from his purple-faced uncle to his pale aunt who was trying to heave Dudley to his feet. Harry gözünü zilləmişdi, yəni purple-faced uncle, yəni üzü qızarmış dayısından his pale aunt, onun solğun xalasına doğru. Who was trying to heave Dudley to his feet. Yəni xalasına doğru, hansı ki Dudley-ni elə bil ayağa qaldırmağa çalışırdı bu mənada. Bəli, ümid edirəm bu ikinci səhifəni də anladınız. Bunun ardınca da gələcək. Düzdür, kitabın hamısını yəqin ki bitirə bilmərik, amma bir 50-60 səhifə əgər kitabı tam şəkildə bitirsək, kitabın yerdə qalan hissəsini düşünürəm ki, çox rahat şəkildə oxuya bilərsiniz. Aha, bu qədər. Bugünkü videoda bu qədərdir. Növbəti videolarda görüşmək üzrə. Əgər videonu bəyəndinizsə, like atmağı və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun.